Hər kəsə salam. Çox maraqlı bir məntiq misalı ilə qarşınızdayım. Gəlin bu misalı ən sadə yolla necə həll edə biləcəyinizə birlikdə baxaq. Üçbucaq 6 2 4-dən 48, romb 6 2 3-dən 1, üçbucaq 8 1 5-dən 40, romb 8 1 4-dən 2 alınırsa, üçbucaq 9 3 2-dən 2 çıxılsın, romb 9 3 1-dən neçə alınır? Burada əgər biz 6-nı 2-yə, üçbucaq 6 2 4-dür. Əgər biz 6-nı 2-yə vurub 4-ə vursaq, 6 vurulsun 2 vurulsun 4, 48 edəcəkdir. Romb 6 2 3 bərabərdir. 6-nı 2-yə bölüb 3-ə bölsək 1 edəcəkdir. Deməli, üçbucaq işarəsi vurmanı, romb işarəsi isə bölməni göstərir. Əgər biz bunu digər misallarda da yoxlasaq, üçbucaq 8 1 5 bərabərdir. 8 vur 1 vur 5 bərabərdir. Həqiqətən də 40 edir. Romb 8 1 4, 8-i 1-ə bölüb sonra 4-ə bölsək, 8-i 1-ə böləndə 8, 4-ə də böləndə 2 edir. Deməli, üçbucaq vurma, romb isə bölmə əməlini göstərir. Gəlin gəlin bu qaydaya görə verilənləri tapaq. Üçbucaq 9 3 2 çıxılsın, romb 9 3 1 bərabərdir. Üçbucaq vurma əməli olduğuna görə 9 vur 3 vurulsun 2 çıxılsın, romb bölmə əməli olduğuna görə 9 böl 3 böl 1 bərabərdir. 9-u 3-ə 27, 27-ni 2-yə vuranda 54 çıxılsın. 9-u 3-ə böləndə 3, 3-ü də 1-ə böləndə 3. 54-dən də 3 çıxanda 51 edir. Cavab 51 B variantı. İzahı bəyəndinizsə, dəstək olmaq üçün kanalıma abunə olmağı və bildirişləri açmağı unutmayın. Yeni videolarda görüşərik.